Bu poz qazan qumardır. Bunu alan da, satan da, bunun təbliğatını aparan da, hər kim bu işlə məşğuldur, bilsin ki, murdar işlə məşğuldur. Çünki oradan gələn pul da nədir? Nəcisdir, murdardır. Çünki qumardan, haram puldur çünki. Sən misal alırsan bunu, lap tutaq ki, bunu uddun, lap 100 mində utsan, bu hamısı murdardır, bu hamısı haramdır. Aparıb bunu tökürsən uşağın boğazına, bu uşaq haramla böyüyən uşaq sabah nə olacaq? En azından insan özünlə fikirləşməsə, heç olmasa övladına gərək ürəyə yana ki, mən bu haram yolla aparıb uşağımın boğazına yemək tökürəm. Bu uşağın günahı nədir? Bu haram ki yedi, bu olacaq sabah nə? Baş kəsən. Mərəşi Nəcəfi var, böyük İslam mütəfəkkiri. Buyurur ki, haram loxma, yəni haram tikə, haram yemək, halalzadəni haramzadə eləyər. Və buyurur ki, halal tikə, halal qazanc, haramzadəni halalzadə eləyər. Yəni yeməyin, qidanın halal və haram olmasının insan həyatına bu qədər təsiri var. Bu qumar ki var, bu poz qazan ki var, bu topazdır, qapazdır, nədir, ona da aiddir bu. Bu qumardır da, açıq-aşkar qumar və rəsmi qumardır. Heyf, əfsuslar olsun. Bəli, özü bunu rəsmi eləyiblər. Əfsuslar olsun, bizim cavanlarımızı bundan məhv eləyirlər. Bu qumardır da, açıq-aşkar qumardır. Poz qazan da ondan betərdir. Bu qumardır, haramdır, nəcisdir, murdardır. Alan da, satan da, oynayan da bilsin ki, haram iş görür. Ondan heç vaxt sənə xeyir gəlməz. Və şeytan üçün maraqlıdır, sən orada uduzdun, onun üçün maraqlıdır. Onun üçün əsas maraqlıdır ki, sən o murdara neynəsin, mürtəkib eləsin. Sən o murdara gedəsən, o nəcisə gedib mürtəkib olasan. Onun üçün maraqlı odur.